Dedilər yağış yağacaq. Ona görə tez bazar bir dənə yumşaq xəmir yoğurdum. Xəmiri çox nazik açmadım bu səfər. Orta qalınlıqda açdım. Xəmiri açandan sonra ya stəkanla ya bankanın qapağı ilə belə yumruğumu açırsınız, qıraqlarını belə götürürsünüz. Sonra təkrar bunu istifadə eləmək olar. İçliyin reseptinin tam aydınlamasını verəcəm sizə orada açıqlamada. Baxıb hazırlayarsınız. Çox rahatdır bu arada. Bunu xəmiri içinə doldurandan sonra burada müxtəlif formalar vermək olur, naxışlar vermək olur. Prosta mənim barmaqlarım qalındı, mən naxışlar verə bilmədim. Bu arada ət yağlı deyilsə, sonda bükənə ucuna bir bal yeri boş qoyun ki, içinə su girsin, belə sulu bişsin. Yekunda alınan formalar biz bunlardan elədik, bir neçə formasını yoxladıq. Suya duz atıb qoyursunuz qaynamağa, tam qaynayan sonra atırsınız bişməyə. Belə şişəcək, narahat olmayın. 15-20 dəqiqə bişəndən sonra belə kəfkirlə bunu götürürsünüz dumanın üstündə. Sonra üzərinə bir dənə ləzzətli kərəyağı gəzdirirsiniz. Çox super olur. Yüzü qışa gedir, havalar soyuyacaq. Mütləq bunu hazırlamağı yaddan çıxarmayın. Yəqin nə demək istədiyimi başa düşdünüz. Nuş olsun.